Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğullar servisinin arxası hissəsində marşrutdan 200-203 marşrutlarından hardasa 400-500 metr məsafədə, yəni 5 dəqiqəlik, 6 dəqiqəlik məsafədə 4 sotun içində 3 otaqlı, tam təmirli, gir yaşa vəziyyətində olan şəxsi, inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun sonunda gələndə sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırım, evin hər tərəfi açıqdır. Sağ tərəfindən keçmək mümkündür, böyür tərəfi açıqdır. Kurqa bu evin hər tərəfindən keçmək mümkündür. Kombi sistemləri hamısı hazırdır, qurlaşdırılıb. Həyətyanı sahəsində belə bağ, bağçası var. Bir evin yeri də hörmətli izləyicilər. Bax, buradadır. Görürsünüz, hörmətli izləyicilər. Bax, belə kəsib oradan bir darvaza qoymaq olar. Evin bu hissəsi də açıqdır, bu hissəsi də açıqdır. Bunu nəzərinizə çatdırım. Yəni, burada bölgü də eləmək olar. Gələcək alıb, burada bir dənə torpağın bir evin yeri var. Bir dənə ev rahat düşə bilərsiniz. Buradan bir dənə darvaza qoydum, bir maşında burada rahat həyətinə keçir. Bu hissəsi də rahat bir torpağın yeridir, bir evin yeridir. Demək, torpağın nəzərinizə çatdırıram. Baxın, baba, belə. Burada bir obyekt, nəsə bir eləmək olar. Həyətyanı sahəsidir də, yola baxan hissəsidir. Obyekti də çevirə bilərsiniz. Nə bilim, yay mətbəxi də yarada bilərsiniz. Baxın, belə bir tikisi var. Görürsünüz, hörmətli izləyicilər. Məhəllə içindədir. Ev də, gördüyünüz kimi, xarici görünüşü də gözəldir. Ev, yenə qeyd edirəm, şəxsidir. Həyətinə ağlar daşları üzülüb, bağ-bağça yaradıb, yaşıllıq salıb, gördüyünüz kimi. Yəni, evi nəzərinizə çatdırın, bəlkə də ev sahibi ilə danışıb, yəni bu hissəsini ayırıb, evi ayrıca qiymətlə almaq da olar. Bax, bu hissəsini ayırmaq da ola bilər. Torpağı özündə də saxlaya bilər. Ola bilsin, danışıb, sahibi ilə danışıb razılaşmaq olar. Ona hələ qarant vermirəm. Yəni, deyirəm sadəcə bəri başlar. Kim istəsə, ola bilsin ki, pulu çatmaz. Deyər ki, mən evin özünü alıram, torpaq qalsın bu tərəfdə. Mən evi götürmək istəyirəm, onda qiymətlə danışıb, torpaq qalar, evin bir hissəsin, yəni evi almaq olar. Yəni, belə də bəlkə bir təşriflər eləmək olar. Burada yayda oturmaq üçün viranda hissəsidir. Gördüyünüz kimi, bax, burada belə şərait yaradıb, bax, belə yayda zətdə otura bilərsiniz. Keçən də evin içi ilə tanış olaq. Buradan giririk evin içinə. Girən kimi, gördüyünüz kimi, evin demək, dəhliz hissəsidir. Ev başlayın, hər yeri istip oldu. Nəzərinizə çatdırıram, bütün məlumatları verirəm ki, burada nə ola bilər. Baxın, bax, yer istipol. 3 otağıdır. Mətbəx, hardasa 14-15 kvadratdır. Bütün işıqlandırma sistemləri var. Yəni, ev sahibi özünə bunu həqiqətən eləyib. Yəni, gələn adam özü görəcək ki, yəni, bahalı qapılardan qoyulub, zövlü qapılardır, gəlib ağırlığından bilinəcək. Yəni, ev keyfiyyətli, qapılar keyfiyyətli qapısıdır. Demək, bura qonaq otağıdır. Harca 20-22 kvadrat olar. Təxmini ölçü deyirəm, gördüyünüz kimi, hörmətli izləyicilər. Ev başdan ayağa istifoldur özdə. Sağda burada bir yataq otağıdır. Haradasa uşaq otağıdır. 12 kvadrat, 10-12 kvadrat civarında olar. Təxmini deyirəm. Solda da burada bir geniş bir yataq otağıdır. Yataq otağı da gördüyünüz kimi, hörmətli izləyicilər. Burada hamısı ev demək olar, hər yeri istipoldur. Gördüyünüz kimi, evə həqiqətən ev sahibi, yəni yaxşı xərc çəkib. Burada sanuzel hissəsidir. Gördüyünüz kimi də aksesuarlar da indi ev sahibi, bilməm, indi hələ ki köçülübdür. Amma bunu qiymətli danışıb razılaşdırmaq olar. Həqiqətən bunu ev sahibi özünə şəxsən işlətib. Gələn adam biləcək ki, burada heç nəyə əsirgəməyib də, yəni nə varsa hamısının yaxşısını eləyib. Pəncərələr də geniş pəncərələrdən qoyulub, şəbəkə pəncərələr qoyulub, keyfiyyətli pəncərələrdən istifadə olunub. Bunların nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Ev sahibi həqiqətən çox gözəl bir ev təmir eləyib. Kimdən evini satmaq istəyirsə 055-389-38-08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Sənədləri bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırın. Kupçaya gedən sənəddir. Qiymət 130 min start qiymətdir.
4 sotun içində əlavə torpaqla da almaq istəsələr, torpağı ayırıb belə də satmaq olar, danışıq aparmaq lazımdır. 130 min start qiymətli, real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə danışacaqsa, son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.